1024 simvollu əlifba ilə kodlaşdırılan mətn şəbəkə vasitəsilə 64 kilobit böl saniyə sürətlə ötürülür. 1024 simvollu əlifba o deməkdir ki, həmin əlifbada bir simvolun həcmi 10 bitdir. 1024 2 üstü 10 olduğuna görə bu nəticəyə gəlirik ki, həmin əlifbanın bir simvolu yaddaşda 10 bit yer tutur. Mətn şəbəkə vasitəsilə 1 saniyədə 64 kilobit ötürülür. Bunu yazdıq və biz 64 kilobiti kilobayta çevirə bilərik 8-ə bölməklə. Deməli, 1 saniyədə 8 kilobayt ötürülür. Kilobiti kilobayta gətirmək üçün 8-ə böldüm. Çünki kilo hissələrinə əl dəymədən biti bayta çevirmək üçün 8-ə bölməliyəm. Digər cümlədə bizə sənəd haqqında məlumatlar verilib. Sənəddə 96 səhifə var, hər səhifədə 64 sətir var və hər sətirdə də 128 simvol var. Və onda biz bunları bir-birinə vurmaqla həmin mətnin həcmini tapa bilərik. 96 dənə səhifə var, 64 dənə sətir var, 128 dənə simvol var və bir simvolun həcmi də 10 bitdir. Vururuq həmin 10 bitə. Buradan həcmini tapırıq. Ədədləri 2-nin qüvvətlərinin vurğu şəklində yazaq. 96 3 vur 32-dir. 64 2 üstü 6-dır. 128 2 üstü 7-dir və onun özünü də 5 vur 2 bit yaza bilərik. Onda buradan cavab eləyir 15 vurulsun 2 üstü 19 bit. Və cavabı kilobayta çevirirəm. Biti kilobayta keçirmək üçün 2 üstü 13-ə böləcəm. Onda qalacaq 15 vurulsun 2 üstü 6. Yəni 15-i 64-ə vururuq. Buradan cavab alınır 960 kilobayt. Daha sonra biz buradan həcmi tapdıq, amma bizdən sualda həcmi yox, bizə deyir ki, mətnin ötürülməsi üçün neçə dəqiqə lazımdır. Onda zamanı tapmaq üçün həcmi gətirəcəm bura. 1 saniyədə 8 kilobayt ötürülürdüsə, indi aldığımız 960 kilobaytı neçə saniyəyə ötürər? 8x 960-a bərabərdirsə, buradan cavab olur 120 saniyə. Amma cavabı saniyə ilə yox, dəqiqə ilə tapmaq tələb olunur. Onda 60-a bölürəm. Doğru cavab olacaq 2 dəqiqə. Deməli, mətnin ötürülməsi üçün neçə dəqiqə lazımdır? Doğru cavab 2 dəqiqə.